Bax, böyük neçə gündür bir xanımla danışıram. Məndən yardım istəyir xanım. Mən bu bacıma neçə dəfə demişəm ki, ay bacı, mənim sənə heç cür yardım eləməyə imkanım yoxdur. Bu məndən maddi yardım istəmir ha dostlar. Başqa cür yardım istəyir. Yardımı nədən ibarətdir? Hansı rayondan olduğunu deməyəcəm. İstəmirəm. Ola bilsin kimlərsə bilər, tanıyar. Demək istəmirəm. Bunun bir oğlu var. Düzdür, qızları da var, amma bir oğlu var. 23-24 yaşındadır bu oğlan. Hərbiyə işə girib. 1500-1600 manata yaxın əmək haqqısı var. Gül kimin bala, namaz qılan, oruç tutan, əxlaqı, ədəbi, ərkanı, hər şeyi, tərbiyəsi yerində olan bir uşaq birdən-birə dəyişilir. Namazı tərk edir, orucu tərk edir və qurşanır bir xanıma. Bu xanım kimdir? Bu xanım sosial şəbəkələrdə 7-8 profillə mütəmadi olaraq canlı yayım açıb tələsinə bu cür saf uşaqları keçirtməklə məşğuldur. Həyat yoldaşından boşanmış, 3 uşaq anasıdır. Canlı yayımlarda hicablıdır və özünü hicablı kimi göstərir. Dayısının yoldaşı aldığı məlumata görə indi yüngül olaraq bəzi dəqiqləşdirmələr də aparmışıq. Bu cadu piti işi ilə məşğuldur. Baxın uşağın keçiriblər caynağına. Bu uşağı soyub soğana çeviriblər. Həm əmək haqqısı gedir əlindən, həm kreditə girib, həm borca düşüb bu uşaq, bataqlıqdan çıxa bilmir və uşaq anasına deyir ki, bacısına deyir ki, mən ondan ayrıla bilmirəm, özümdən asılı hansısa bir güc qüvvə məni saxlayır, bir. İkinci, məni təhdid edir ki, əgər sən məndən ayrılarsansa, mən uxsus içəcəyəm, sirk keçib özümü öldürəcəyəm, nə bilim, özümü asacağım, damarlarımı kəsəcəyəm, nə bilim, nə edəcəyəm. Anası yaşında bir qadın ilişib bir cavan bir uşağa və bunu şantaj yolu ilə öz yanında saxlayır. İş o yerə gəlib çatıb ki, ananın danışığından, ananın səsinə qulaq asmaq olmur, adamın ürəyi ağrıyır. Ağlaya-ağlaya danışır ana ki, mənim bir var, yox, bir oğlum var, o da əlimdən gedir. Vüqar müəllim, bizə yardımcı olun. Bunun bir hüquq müstəvisində həlli yolu yoxdur. Mən bacıma dedim ki, bunun başqa variantı yoxdur. Bunu nə məhkəməyə verə bilməzsiniz, nə polisə verə bilməzsiniz. Deyəcəklər, sevgi azaddır. Oğlunuz deyəcək ki, mən onu sevirəm, xanım da deyəcək, mən onu sevirəm. Təbii ki, ana da haqlıdır. Deyir ki, mən oğul böyütməmişəm ki, gəlin kimi qapıma 3 uşağı, iri uşağı olan bir qadını, oğlumun anası yaşında olan bir qadını gətirəm. Təbii ki, ana da haqlıdır burada. Hətta gətirmək istəsən belə, bu qadın bu qədər profillə sosial şəbəkələrdə səhərdən axşama kimi hoqqa verir hicab altında. Həm hicablıların adına ləkə gətirir, şəninə ləkə gətirir, həm də bu yolla özünü saf, pak göstərərək, güya Allah adamı göstərərək bu cür cavan uşaqları öz tilovlarına salırlar. Həmin o xanım Binəqədidə yaşayır, o 3 uşaq olan. Verilən məlumata görə bunun qardaşı hansısa bir etdiyi cinayət əməlindən dolayı həbs olunubdur. Hansısa qurum tərəfindən bunlardan pul istənilibdir. Bunlar külli miqdarda pul veriblər, oğlanı oradan xilas ediblər. İndi həmin borcu bağlamaq üçün bu cür işlərdən, bu cür oğlanlardan, cavanlardan istifadə edirlər. Yəni bədənlərini satmaqla, onları təliyə salmaqla, onları cadu, nə ilə özlərinə bağlamaqla, onların əli ilə banklardan kredit götürüb, lazım olan borçlarını bağlayır. Mən buradan bütün gənclərimizə səslənirəm. Elə şeylər eləməyin. Və nəticədə nə baş veribdir? Nəticədə dünən gecə ata öz oğlundan imtina edib. Təsəvvür eləyin. Dünən gecə ata oğlunu çağırıb, deyib ki, artıq bundan sonra mənim sənin kimin oğlum yoxdur. Övladım yoxdur. Səni mən övladlıqdan çıxardıram. Bu uşaq gedəcək bir yerə. Gedib bir yerdə başı danqıltı ilə dəyəcək, alnı çapılacaq, başından qan süzə-süzə yenə atanın, ananın yanına qayıdacaqdır. Qayıtmasa belə o uşağın həyatı artıq puç olacaqdır. Yəni bu bir mənalıdır. Ola bilər kimsə sevsin. Amma ananın dediyi kimi əxlaqı təmiz olarsa, məsələn, uşağı laf körpə olarsa bir uşaqdır. Amma bu 3 uşaqlı anadır. Oğlandan nə qədər yaşda böyük, bacısı o yolun yolçusu, özü o yolun yolçusu, nə bilim, qohum əqrabası, tayfalıq artıq araşdırırlar kimdirlər bunlar. Həmin rayondan, eyni rayondandırlar. Yəni bu cür qadınlar internet üzərindən kifayət qədər ciddi işlər aparırlar. Həm o TikTok üzərindən ki, canlı yayımlar açırlar. Orada bizim də müsəlmanda belə bir şey var da, bir aclıq var. Pis şeylərə meylimiz daha çoxdur.
və ora meyillənirik. Meyillənəndən sonra da nə baş verir dostlar? Evimiz yıxılır, dübərdimiz düzlənir, övladımız əlimizdən gedir. Dediyim kimi, ola bilər ki, oğlan sabahlarım, məsələn, belə şeylər də mümkündür, olur, hadisələr olur. Bir qız, bir oğlan bir-birini istəyirlər, amma bunların valideynləri münasibətləri pis olduğundan ki, bir qəbul eləmir. Bu uşaqlar valideynlərindən kənarda gedib özləri evlənirlər. Belə şeylər mümkündür. Mən heç bunu qınamıram da, çünki bu sevgi, tutku elə bir şeydir ki, tutuldunsa bitdin. Məcnun düşmüşdü Leylinin dalına, yaxud da Kərəm düşmüşdü bir erməni qızı əslinin dalınca sürüm-sürüm sürünürdü. Fəhra şirinə görə gedirdi, dağ çapırdı. Şirin satır dostlar. Amma gənclərimiz ayaq-sayıq olmalıdırlar. Bu bir tələdir. Sənin əgər anan yaşında bir qadın, lab anan yaşında da elə 3 böyük övladı olan, internet üzərindən mütəmadi canlı yayım açan bir adam, əgər səni sevməyi, səni sevdiyini etiraf edirsə, deyirsə, buna heç kəs inanmamalıdır. Çünki internet üzərindən sevgi olmur. Sabahlarım hərbiçisən, səni hərbidən uzaqlaşdıracaqlar. Və bu gün aldığın o 1500 manat əmək haqqı ki var, həmin əmək haqqını ala bilməyəcəksən. Onda o xanım ki var ha, o xanım səni qapısından qovacaq, özü iti qovan kimi qovacaq və səni aşağılayaraq qovacaq, səni təhqir eləyərək qovacaq. Sənə deyəcək ki, sən kimsən ki, mən sənə tamah salam, meyil salam, sən kimsən? Sənin pulun lazımıdır, bugün o pulun yoxsa bas eşiyə. Çünki bu xanımların əxlaqi, əqidəsi budur. Bunun niyyəti, məqsədi kiminlənsə ailə qurmaq deyil. Öz balalarını, məsələn, tutam ki, bir kişinin qanadı altına yığmaq deyil, xətiri altına yığmaq deyil. Bunların məqsədi sizin kimi cavan uşaqlardan istifadə edərək ev yığmaqdır. Bayaq baxıram, internet üzərindən yenə verirlər, bir qadın deyir ki, müğənnidir. Zaur var, bir dənə zaur var, o saqqallı oğlan. Onu verir ki, deyir, mənim uşağımın atası ailəlidir. Jurnalist da deyir ki, sən elədin yanlışdır. Başlayır, mən nələr çəkmişəm, sən bilməzsən. Hamilə vaxtı belə elmişəm, hamilə. Ha, jurnalist buna izah edir ki, ay kişinin qızı, bunun burada təbliğatını aparmıyor burada. Sən düzgün hərəkət eləməyibsən. Sən peydahlayıbsan uşağı. Başqasının həyat yoldaşını aldadıbsan, tələyə salıbsan. Bu xanımlar da kimlərdirlər, dostlar? Bu xanımların bir neçə qrupa bölünürlər bunlar. Bəziləri var ki, imkanları özlərinin var, pulları var, onlara övlad lazımdır. İstəyirlər, baxırlar, gəzdikləri kişilərin arasında hansı kişi daha çox xoşlarına gəlirsə xarakteri, ondan bir uşaq peydahlayırlar ki, oğlum yaxud da qızım ona oxşasın. Bir qrupları da var ki, qarşı tərəf imkanlı olur və istəyir ki, onun imkanlarından istifadə eləmək üçün ondan bir uşaq peydahlasın. Necə ki, bu günlərim Süleyman Mikail oldu, Mikail Süleyman oldu, nədir? Bu keçmiş Sokarın vitse-prezidenti vardı. Ki, onun oğlunun hal-hazırda məhkəməsi gedir. Bir qız mütəmadi olaraq məhkəmələrdə süründürür onu, oğlunu. Orxan da adı nədir? Ki, mənim uşağımın atası odur. O da deyirlər ki, o bir küçədən keçən bir qızıdır. Qardaş, bir gecə yatmışam, qələt eləmişəm, indi səhv eləmişəm. İndi bu uşağın qapının günahı məndə deyil ki. Amma qızın məqsədi nədir? Qız o uşağı peydahlayandan sonra verib məhkəməyə, atalığını tanıdı. Atalığını tanıdandan sonra uşaq böyüyənə qədər alimentin alacaq. Uşaq böyüyəndən sonra atanın malına, mülkünə, vardatına şərik olacaqdır. Yəni, bunlar hamısı hesablanmış bir şeylərdir. Bu cür xislətli insan kifayət qədərdir, dostlar. Yəni, bir neçə qrup var bu əxlaqsızlar arasında. Bəziləri bu yola əl atır, bəziləri o birisi yola atır, bəzilərindən heç nə uşaq lazım deyil, nə ata lazım deyil. Hətta bilmədən uşağa qalırsa da, o uşağı doğursa da atır, onun küçüyə çıxır, qol gedir. Onun üçün o uşaq maraqlı deyil. Onun üçün maraqlı onun o yaşadığı balımını həyat. Buna görə mən buradan bütün gənclərimizə səslənirəm. Ayıq-sayıq olun. İlişmə, ilişdiniz vay halınıza. Ata, ana əziyyət çəkir. Sabah ata səndən imtina elədi. Sabah ata sənə qarğış tökərsə, sən neyin yəsən? Sən bu qarğızla necə yaşayasın? Halallıq verməyən ananın sən, anadan küsübsən, ana səndən küsübdür. Sən valideyndən bir halallıq almayana qədər neyin yəsən? Nə iş görəsən? Mümkün deyil. Yaşamaq mümkün deyil. Bir yerdən mütləq o quyuya düşəsən. Mütləq. Çünki Allah Teala deyir ki, mən insanları həm bu dünyada cəzalandırırım, həm o dünyada cəzalandırırım. Yəni, cəzalandırılmadan insanın aparılması o dünya mümkün deyil. Allah bunu deyir. Həm də yalnız o halda valideynlərinizin üzünə ağ olun ki, valideynləri sizi dininizdən uzaqlaşdırmaq istəyir, Allahdan uzaqlaşdırmaq istəyir. Yalnız onda valideynin sözünə sən qulaq asmaya bilərsən. Əksi halda bunun cəzasını mütləq sən alasın. O bələ sənin başından heç zaman ölən günə qədər çəkilməyəcək. Gənclərimiz, dostlar,
ayıq-sayıq olmalıdırlar. Fikrət müəllim yazdı ki, bu oğlanın torbası tikilib, bu problem yox, bu bəladır, ağır xətadır və ilan dolanıb o cavan oğlanın boğazına. Ağsaqqal Fikrət müəllim dünya görmüş ağsaqqaldır. 80-ə yaxın yaşı var. Bir qadın tanıyıram, ilan tutandır. Maraqlanaram görüm, o oğlanı ilandan xilas edə bilərmi? Nə deyim valla. Eləyə bilər, eləyənməz. Çətin məsələdir.